Herkese salam. Bugünlerim günümü vloglayıram. İstədim ki sizinlə beraber bu anımı paylaşım. İlk önce onu deyim ki bugünlerim çok yorucu bir gün olacak. Əslində saat 9'dan, yəni səhər saat 9'dan akşam saat 9'a kimi çəkilişim olacaqdı. Səhər çəkilişim ləğv olundu. Ona görə indi saat 3'dən akşam saat 9'a kimi çəkilişlərim olacaq. Bütün çəkilişlərim də Ağşəhərdə olacaq. 3 dənə müştərim olacaq, bir dənə də modelim olacaq. Mən çox səbirsizlənirəm, çox gözəl keçəcəyini düşünürəm. Hər anımı vloglayacağım. Buradan əgər Reelsmaker və yaxud da ki videograf varsa, onların içində çox gözəl bir tüyolar verəcəm. Ona görə də məncə axıra kimi izləyin. Bilirəm neçə gündür ki YouTube vloglar paylaşmıram, amma çalışacağam ki bunları daha tez-tez edim. Sizcə vloglarım davamı gəlsin? Çəkiliş üçün nələr lazımdırsa hamısını burada və bu hissədə yerləşdirəcəm. Təbii ki də kameranın olması mütləqdir. Əgər telefonla çəkiliş edirsənsə, çalış ki telefon iPhone olsun. Samsung da olacaqsa ən son modeli olsun. Çünki keçmiş modellərin telefonları yaxşı çəkmir. Daha vintage bir kimi çəkiliş olur və o heç də sevilmir. Əgər həqiqətən də bu işdə bir addım atmaq istəyirsinizsə, mütləq ki telefonunuz iPhone olmalıdır. Yox, əgər kameranı çəkiliş istəyirsinizsə, G7 markası var. Onu burada qeyd edəcəm. Bunu mütləq yapmaz. Düzdür, bahadır. Amma əgər bu kameranın qiymətini daha da belə artığını qazanmaq istəyirsinizsə, bu kameranı almalısınız. İşıqlardan isə baxın burada və burada yerləşdirəcəm və bu səhifədən almanızı tövsiyə edirəm. Həqiqətən çox uyğun qiymətə gətirir digər səhifələrə görə. Bu söhbətləri dayandıraq, keçək mənim yeni aldığım kanallara və onlar haqqında danışmaq istəyirəm. Deməli, bunu almışam Olivia'dan. Məncə bu çox rastıvıza çıxmış ola bilər. Sinematiklə çəkirəm deyəni görünmür. Biri də var Maybelline bu Superstyle olan kanalı. Bu ikisinə çox aşiq oldum. Çox qəşəngdilər. Bunun ümumiyyətlə qalıcılığı çox yaxşıdır. Xalac üzümdə ki də oldu. 7-24 üzdə rahatlıqla qalır. Mat görünüşü var. Teksturası çox yüngüldür. Və çox gözəl qapadır. Yəni üzdə nə varsa qapadır. Məsəl üçün mənim buralarımda çox ləkə var idi. Bu onu yoxa çıxartdı. Ona görə mən bunu çox bəyəndim. Bir də su tərkiblidir. Yəni belə çox qatı bir şey deyil. Tonal deyil və üzdə çox böyük bir ağırlıq yaratmır. Bunu rahatlıqla istifadə edə bilərsiniz. Mən artıq bunu daimi şəkildə istifadə edəcəm. Bitdikcə bunu yeniləyəcəm. Həqiqətən çox gözəldir. Mənki 108 nömrədir. Bunu Ador'dan almışdım. 27 manatdan 22 manata düşmüşdü. Bilmirəm, indi endirim davam edirmi ya yox. Bir də bunu almışam. Bunu Olivia'da bir xanım o qədər çox təriflədi ki, mən almamaq üçün özümü zor saxladım. Mən bunu almaq üçün getmişdim, amma bunu aldım. Bu həqiqətən çox gözəldir. Bunun qiyməti biraz çoxdur. 35 manatdır və balaca bir qutudur. Bunun böyüyünü artıq bilmirəm neçədir. Bu firmanın, Peace firmasının həm konsileri, həm ənliyi, həm fırçaları, həm də bu tonalı çox təriflənir. Orada da qızlar məsəl üçün alınıb, bir də tuşu çox tərif edilər. Orada məsəl üçün mən məhsul alanda mən dedilər ki, bunu da ala bilərsiniz, onu da ala bilərsiniz, bunu da, onu da həqiqətən və açıqlamasından verdi. Bunu deyim indi, bunun pigmenti çox yüksəkdir. Yəni çox gözəl qapadır. Qapatsına söz ola bilməz. Biraz ağır teksturası var. Üzdə nəsə olduğunu hiss edirsən yaxşıca. Daha sonra su kimi və əgər ağ dəriyə sahibsinizsə, mən almışam 1.5-i, siz ağ dəriyə uyğun olarsınız. Mən bunu səhv almışam. Mənə bir tık tünd qalır bu. Yəni mən də bunu daha çox bəyənirəm. İkisini də çox sevirəm. İkisi də bitdikcə alacağım məhsullardandır. Bir də Nars'dan belə BB kremə bənzəyən bir SPF tərkibli bir tonal almışdım. Sadəcə olaraq bu tonal hədsiz dərəcədə mənə çox tünddür. Və ona görə də bunu mən yox, bacım istifadə edir, amma dediyinə görə çox razıdır. Hətta onu deyim ki, bir BB kremə görə çox yaxşı qapatıcılığı var. Ona görə də mən bunu daha çox bəyəndim. Və artıq saat 3'ə yaxınlaşır. Mən yavaşdan tərpənim, gedim, çəkişlərimi edeyim. Orada sizə bir-iki kadrlar göstərəcəm. Saat artıq 2'dir. Mən çayımı içirəm. Bu arada stəkanım necədir? Bu kombonu çox gözəl bəyənirəm. Demək olar ki, bu çay içərək nə qədər xəyallar, kontentlər, fikirlər, ideyalar qururam. Deməli, çayımı içim. Yavaşdan tərpənim. Həm yolum uzaqdır, həm veşim ağırdır. Ona görə də yavaşdan mən qaçım əzlərim. Orada sizə zaten videolar çəkəcəm. 30 dəqiqə vaxtım var. İstədiyim ki, sizə çantamda nələr var videosu çəkim. Niyə belə bir şey etdim bilmirəm. İlk öncə mənim kamera çantamdır. Kameramı bunun içərisinə yerləşdirirəm.
Burada məni qarşılayan bir ədəd kamera, olmasa olmadı zaten. Kameranın lensi, ışığım, bugün gece çəkilişlər olacaq çünki və onun zaretkası. Əgər zaretkası bitsə, hər hansı bir kofşopda oturub təzədən yerləşdirməyi düşünürəm. Daha sonra telefon. İkinci telefon həmişə lazımdır. Bu Samsung'dur, amma dəyişməyi düşünürəm çünki bu yaxşı çəkmir. Amma daha çox çəkiliş deyil də baza tip lazım olur. Bir də işıqları falan istifadə edirəm. Belə. Sonra flash kart var, videoları kompüterə, telefona köçürmək üçündür. Və tripodum var. Tripodu daşımaq həyatımda çox çətindir. Dediyim kimi tripodu gimbal kimi istifadə edirəm. İstifadə qaydasını elə o videolarda göstərəcəm inşallah. Bu çantamı çox sevirəm də qızlar. Bunu Stradivarius'dan almışam və burada embleması olması çox gözəldir. Stradivarius'da çox yaxşı qiymətə qoymuşdu. Ümumiyyətlə Stradivarius çantalar çox uyğundur. Bu 60 manat idi. Məncə 60 manata verə biləcək bir dəyərdədir. Və onu deyim ki, orada görən kimi, baxın, görən kimi dedim ki, bu çanta mənim olmalıdır və elə də oldu. Yəni, neysə, bunun içərisindəkilərə baxaq. Deməli, bizi qarşılayan bir ədəd parfüm, olmaz olmazımız şarj alətimiz, ürəyimiz sıxılmasın deyə naşnikimiz, daha sonra əl kremi, əllərim təzəli quruyur, həm də parfümlü bir şeydir, Dikafdan. Oğurladığım yer salfetka var. Çantaya salmaq da, yəni, necə olmasın. Açarım var. Burada kartlar falan var, onları göstərmirəm. Daha sonra belə bir parfümüm var. Bunu Faberlic'dən almışdım, tester əvəzi. Amma mən bunu necə istifadə edirəm? Əgər VC dəyirəmsə, çöldəki VC'lər və yaxud da ki, yemək yeyirəmsə, əlimi yuyandan sonra bunu belə və bu cür içərisindəkini çəkərək böyle edirəm və əlimdən çox gözəl bir iyi gəlir. Hətta bu kremdən də istifadə edeyim. Bu kremdəki həqiqətən çox qəşəngdir, həm də parfümlüdür. Ona görə də həm çox gözəl nəmli saxlayır, qurutmur gün boyu. Həm də çox gözəl bir iyi gəlir. Oh, mis. Gözəl olduq. Belə, başqa nəsə qaldı mı çantamda? Hə, makyaj ləvazimatları qalıb. İlk öncə saqqızım var. Bu saqqızı çox redki görmüş ola bilərsiniz, çünki var. Çox makyaj ləvazimatı daşıyan bir insan deyiləm. Çəkilişlərə gedirəm. Maksimum nə qədər ola bilər ki? İlk öncə bitmişlərdən danışım. Revolution'un bu karandaşı var. Həm dodaq karandaşıdır, həm göz karandaşıdır, həm də qaş karandaşıdır. Mən qaş karandaşı olaraq istifadə edirəm. Baxın, görürsünüz ki, yəni öz saçlarıma uyğun bir rəng alındırmış oluram. Həqiqətən bu çox gözəldir. Bunu bitirdikcə alacağım bir məhsuldur. Çox yağlıdır və pigmentəsi çox qəşəngdir. Daha sonra Flormar'ın artıq yəni sadəcə bir mar sözü yazıb qalıbdı. Flormar məsələn daha çox sevirəm. Onların glossudur və yaxud da ki, belə karandaşlarda çox bayılıram. Daha çox istifadə etdiklərimdən deyəcəm. Bu artıq neçə ildir bunu istifadə edirəm. 17 yaşımda makyaj edirəm. Təsəvvür edin, o vaxtdan Flormar bunu istifadə edirəm. Bu çox gözəldir. Müthişdir yəni. Onu almışam. Sonra dodaq qələmlərim var. Buradan onları göstərirəm. Bu fake-dir. Amma fake olmasına baxmayaraq bu rəngini çox bəyənirəm. Ona görə bunu atmaq qıyamıyorum yəni. Bu ata bilmədiyim 785 nömrəsidir. Buna bayılıram. Dudağımdakı da odur bu arada. Bu isə 764. Ən sevdiklərim. 765 ilə 764 ən sevdiklərimdir. Bu isə favoriyə yeni eklənmiş bir dodaq qələmidir. Daha sonra bizi burada Faberlic'dən liner qarşılayır. Hal-hazırdakı liner də odur. Həqiqətən də bu çox gec yayılır. Ona görə çox xoşuma gəlir. Yəni gec yayılır deyəndə ki, mən bunu misellər suyu ilə təmizləyəndə belə çox gec yəni gedir. Sevirəm ona görə də. Sonra Jevdən belə bir pamadam var. Bu məndə hardasa 10 ay falandır. Bu qədər qalıb artıq. Jevdəndir. Rəngin tonu çox sevirəm. Hətta göstərim. Gəldim. Baxın. Belə nude bir havası. Bir dənə də Golden Rose'dan var. Bu Anastasiyanı çox anımsadırdı. Həqiqətən tam da odur. Baxın, Anastasiyanın nude tonlarını burada qeyd edəcəm və Golden Rose. Neçə nömrəsi? 16 nömrəsi. Həqiqətən də bu arada birə-bir onu anımsadır. Belə də yaxından göstərə bilərəm. Çox qəşəngdir, mat görünüşlüdür. Bayılıram da. Golden Rose ümumiyyətlə həqiqətən özüm tanıtmış bir markadır.
Daha sonra belə bir glossumuz var. Glossla çox aram yoxdur. Bəzi halda dodağım quruyarsa artıq üzərindən gloss keçərəm. Dior'un bu rəngi mənim çox xoşuma gəlmişdi. Bu 001 nömrəsidir. Həqiqətən çox qəşəngdir. Çox bayılıram buna. Bir də son olaraq mən bilirsiniz ki, ən neçə qadınıyam. Sadəcə bu günlərim biraz nude tonlardan getdim. Göründüyü kimi efsanlarım ən sevdiyim rəng tonlarından birisidir bu qızlar. Çox qəşəngdir. Bir də o birisi rəngini göstərmək istəyirəm. Baxın, bu rəngi də var. Bu rəngi də çox qəşəngdir. Bu tam nude tonlarda. Yəni bunu vurursan, gedirsən podruqamın toyuna. O cür bir rəngi var. Baxın. Burada biraz daha tünd pəmbəmsidir. Orada da açıq rəng. Dedim ki, biraz üzümüzü qızardaq. Ayda çox gözəl görünür axı. Həqiqətən. Bir də parlaqlığı da var ya bunun tərkibində. Ona görə ekstra bir şirin bir görüntü çıxır da ortaya. Ona görə çox sevirəm. Ümumiyyətlə, efsanların bütün məhsullarını çox bəyənirəm də. Yəni, mənlikdir də. Gözümün üstəki ten də bu arada efsanlarındır. Bu da eynisi ilə. Çox möhtəşəmdir. Çox bəyənirəm bunu. Ürəyimdir, ürəyim. Başqa da ki, çantamda heç nə qalmadı. Belə yəni, bomboş. İndi isə mən yavaşdan hazırlaşım, gedim. Normalda insanlar o ayaqqabını geyinim, yoxsa bu ayaqqabını geyinim, o geyimi geyinim, yoxsa bunu geyinim deyə seçim arasında qalarkən, mənim seçim arasında qaldığım o nüans. Bu yaxınlarda 14 fevralda mənim əziz sevgilim mənə bir üzük daha aldı. Bunu çox istəyirdim. Bu ən ideal üzüklərdən birisidir. Amma çox qəşəngdir. Bir gün onu taxıram, bir gün onu taxıram. Mən hazıram. Kombinim bu şəkildə olacaq. Altdan tayt geyindim, üstündən vadalaska geyindim ki, boğazıma soyuq olmasın. Bu ən sevdiyim paltolarımdan biridir. Və mən çantamı taxıram. Bu ikinci çanta. Bu da üçüncü çanta. Hələ bu nədir ki? Mən bir dənə gözəl işıq sifariş vermişəm ki, işıq o qədər ağır və yekədir ki, həqiqətən bir də qabaqda o var. Ona görə də mən bu şəkildə gedəcəm. Amma bir videografsansa o şəkildə keçməyi də gözə almalısan zaten. Neysə, mən gedirəm. Görüşənə dək. Artıq saat 14:30-dur. Mən bu videonu çəkirəm fevralın 20-si. Paylaşacağım fevralın 21-i inşallah. Görüşənə dək. Sağ olun. Hava çox qəşəngdir. Bayağı yəni. Sevirəm də bu belə havaları. Amma qışı daha çox sevirəm, nə yalan deyim. İnşallah ki, müştərim gəlmişdir. Heç də belə alışmamışam, alacam atmayam. Burada hamının videosunu çəkdim. Bir mənim videom burada çəkilmədi də yəni. Nəysə, modelimi gözləyirəm. Gəlsin, çəkişlər yiyəcəm. Məkan çox qəşəngdir. Hava çox işıqlıdır. Çəkilişlər çox gözəl olacaq. Sevinirəm. Başladıq ilk modelimlə olan çəkilişə. Bu çəkilişdə nə qədər əziyyət çəkmişəm, bir Allah bilir, bir də məni bu izləyən izləyicilərim görəcək. Həqiqətən mənə model adı verib. Deyir ki, mən 2022-ci ildən modellə məşğulam. Mən modellik etmişəm. Mənim videolarım var falan. Atırlar, baxıram, görürəm hə ki, bunlar video çəkə bilirlər, bunlar poz verə bilirlər. Amma xahiş edirəm, bir baxın da qız adicə bir dənə gəzməyi belə düzgün eləmir, bir soft bir görünüşü belə verə bilmir. Dəfələrlə dedim ki, mən səndən çətin bir poz istəmirəm, qəşəng dur, amma onu belə bacarmır. Görürsüz, yəni elə gəzir ki, sanki heç o ab-havanı verə bilmir də, sanki yəni o qədər məcbur şəkildə durub ki, çox pis görüntüdür. Qız çox gözəldir, uzun boydur, görünüşcə əladır, geyimi də əladır, amma çəkiliş desən heç o deyil, təəssüf ki, heç bəyənmədim. Yəni, özünə dedim ki, videolar, çəkilişlər əla deyil. Həqiqətən mən çox əziyyət çəkdim. Ən çox yorulduğum çəkilişlər demək olar ki, bu oldu. Normalda mən çəkilişləri 1 saata, uzağı 1 saata, amma minimum olaraq 40 dəqiqə bitirirəm. Əgər model həqiqətən də poz vermək bacarırsa, bilirsə, məkan da qəşəng seçilibsə. Çünki məkanda çox önəmlidir, onun pozları da çox önəmlidir. Bunların ikisi eyni bazada olanda həqiqətən hər şey çox asan olur. Mən çəkilişlərimi xüsusən Ağşəhər körpüdə edirəm. Çünki müştərilərim və modellərimin ən çox istədiyi məkan demək olar ki, buradır və bilirsiniz ki, indiki dövrdə hər kəs yeni açılan belə məkanları falan daha çox maraq salırlar. Mən də istədim ki, onların istəyinə uyğun bir məkan seçim, amma onlar mənim istəyimə uyğun pozları verə bilməyəndə həqiqətən çox çətin oldu.
Ona görə də indi baxıram, görürəm ki, necə bir kadr verə bilərik. Həqiqətən model o qədər istədiyim pozları verə bilmirdi ki, mən artıq çarəsiz qalmışdım. Əslində əvvəlcədən məkan seçilir, geyim seçilir və hansı pozlar verəcəksə o videolar tapılır və seçilir, atılır həmin xanıma. Bir gün öncədən atıram ki, pozlara baxıb əzbərləyə bilsin. Əgər təcrübəsi yoxdursa, heç onu belə etməyibdi və ona görə də istədiyi kimi durur. Biraz robot kimi durdu. Ona görə də o çəkilişlər heç olmadı. Deyirəm ki, bəzi yerlərdə gülməlisən, bəzi yerlərdə yox. Gülməli olduğu yerdə gülmürdü, gülməməli olduğu yerdə isə çox gülürdü və ona görə də istədiyim kadrları götürə bilmədim. Mən ən çox bu xanımda çox çətinlik çəkdim. Müştərilərlə olanda çətinlik çəkmirəm, çünki o müştəridir və o pozu verməməkdə problem yaşamırıq. Amma əgər modelsənsə, sən modellik üçün ödəniş alırsansa, mütləq ki, sən nələrisə bilməlisən. Çünki baxın, mən belə deyim də, mən ödənişli şəkildə modelləri, yəni ödəniş etdiyimə görə mənə avtomatik yazılar ki, hə, mən eləyə bilərəm, mən belə, mən elə. Ona görə mən rahatlıqla dedim ki, hə, gəl eləyək. Amma gördüm ki, yox. Heç o deyilmiş, heç model kimi deyilmiş. Mən amma çalışdım ki, hər kadrdan bir videosu götürüm. Normalda mən çalışıram ki, modellərin və müştərilərin nazına oynayım. Amma bu səfər mənim nazına oynamalı oldular. Çünki həqiqətən istədiyim pozu verə bilmədi. Bu kadrlarda vəbşi 100 dəfə dedim ki, ayağını biraz daha yumuşaq şəkildə qaldır və gülmə. Biraz sərt bax, biraz daha belə elegant bir çəkiliş olsun. Elə hey gülürdü, istədiyimi etmirdi. İzah eləyirəm ha. Yəni özüm də durub modeli kimi izah eləyirəm. Görürəm, yox, anlamır. Ya fikri burada deyil, ya anlamır, ya nə bilmirəm. Yəni başa düşə bilmədim ki, sən bura nə üçün gəlmisən? Mən özdə ona görə də deyirəm ki, ilkin olaraq əməkdaşlıq edirəm, ikinci dəfəsində ödəniş edirəm. Çünki birinci dəfəsində mənə istədiyimi verə bilməyən çox modellər var. Baxın, mən model deyiləm, amma bu duruşu məncə hər kəs edə bilər. Baxın, sadədir. Qollarını biraz ora yansıdırsan və yavaşca qabağa gəlirsən. Bunun qədər sadə nə poz var ki, bunu edə bilmədi. O qədər qabağa gəldi ki, sanki bu Titanic filmi çəkir, bu qədər qabağa gəlməlidir. Çox əsəbləşdim. Həqiqətən bu xanımda mən çəkiliş edərkən çox əsəbləşdim. Adi elemental bir şeylər edə bilmədi, elemental mimiklər verə bilmədi. Yəni, bax, mən niyə əsəbləşirəm, niyə mənə model adından gəlirsən? Həm öz outfit çəkişmələdim, aşım saat 6-da Instagramda paylaşacağım. Yenə model adı verib, model olmayan birisinin çəkilişini gəlmişdi. Yəni, mənə model adı vermişdi də, amma model deyilmiş. Yəni, sırf cəmaat pul qazansın deyənə yalan danışır, inanırsınız. Mən də sırf model lazımdır ki, düzgün şəkildə poz verə bilsin. Heç bir şəkildə poz verə bilmədi. İstədiyim kadrlarda yaxşı olmayacaq deyə düşünürəm. Burada mən elə baxır ki, elə bir nəsə qədər pis bir şey edirəm. Bu modeldə mən şoka girdim. O qədər şokdaydım ki, edəcəyimiz pozları unutmuşdum, təsəvvür edin. Deməli, bu xanım mənə atmışdı ki, bəs mən neçə il modeliklə məşğul olmuşam və mənə şəkillərini atmışdı. Orada sarışın bir xanım idi və üzü çox gözəl idi. Simaya da çox önəm verirəm ki, videolarda yaxşı düşsün. Bu xanım gəlib, ilk öncə onu deyim ki, şalvarının zamoku açıq kimi görünürdü. Şalvarı ümumiyyətlə dəhşət bir vəziyyətdə idi. Yəni, qırışlar, tüklər, nə bilim, nələrsə də hər şey var idi bildiyiniz. Daha sonra pencəyini ümumiyyətlə dəhşət gündə idi. Pencək sanki sədərəkdə bir ildə alınmayan paltar gidib almışdı. Heç olmaya çəkilişdə biraz daha gözəl olmalısınız. Burada geyimə çox önəm verilir. Çünki geyim çox ortaya çıxır. Köynək vəbşi bərbat idi. Köynək çox qırış idi. Qırışdan ibarət idi və çox böyük gəlirdi buna. Kravat var ya, o şey, nə deyirlər Azərbaycanca, xalstuk. Onu məncə atasından və yaxud da ki, həyat yoldaşından falan götürmüşdü. Çox böyük idi və o da çox qırış idi və ləkələri var idi. Belə iyrənc bir ləkələri var idi. Toxunmağa iyrəndim. Çantası vəbşi bilirsiniz ki, 2019-cu və yaxud da ki, 23-cü ilin çantasını idi və o çanta ilə bu geyim heç uyumadı. Sadəcə yox dedi ki, əlimdə olan buydu deyənə mən də məcbur dedim ki, hə, yaxşı bunu gey. Amma belə gələndə bu görüntünü görəcəyimi düşünmədiyim üçün həqiqətən mən çox qorxdum. Mən daha çox gənc modellərlə işlədiyimə görə bu xanım mənə görə daha çox 37-40 yaş arası kimi göstəriş verdi və mən deyəndə ki, sizin şəkilləriniz fərqli idi, burada necə beləsiz, dedi saçımın rəngini dəyişmişəm, həm də o mənim 6 illik əvvəlki şəklimdir.
videomdur. Mən şoka düşdüm də, yəni sən niyə mənə 6 il əvvəlin videosunu atasan, indikini niyə atmayasan? Məni yanıltdı. Üzü çox qırışıydı və makyajı çox az eləmişdi. Bəlkə də heç etməmişdi. Sadəcə bir qırmızı dodaq boyası olmuşdu. Bu qədər. Qırmızı dodaq boyası da bildiyiniz cırt bir rəng idi də. Yəni tünd bordaya oxşayan bir şey değildi. Və dodağımı sadəcə bir sadə rəngliyib gəlmişdi. Bir karandaşla falan keçməmişdi ki, biraz daha səliqəli olsun. Mən yenə də özümə ödünç vermirəm. Hər yerdən kadr almağa çalışıram. İstədiyim kimi o pozları verə bildi. Allaha min şükür ki, istədiyim pozları verə bildi. Sadəcə olaraq mən çox riayət eləyirəm hər şeyə. Baxın, gördüyünüz kimi makyaj azdı. Buradan bir puan qırılır. Eynisinə geyimi çox qırış, ləkəli və çox saç, tük, hər şey var idi və çox köhnə bir görüntü verirdi. Ona görə də həqiqətən bu hissəni də bəyənmədim. Sadəcə bəyəndiyim hissə ayaqqabısı ilə eynək olmuşdu ki, bunlar həqiqətən də modern idi. Mən demişdim ki, ona çalışın modern geyinin, köhnə geyimini çəkilişlərə etmək çətin olur. Nəysə, hər şey qoydum bir kənara, dırnağı belə yox idi və aksesuar belə taxmamışdı. Təsəvvür edə bilirsiniz, nə bir sırğa, nə bir üzük, nə bir saat, qolbaq və yaxud da ki, sep, heç nə yox idi. Sap sadə gəlmişdi, başa düşürsünüz? Və məni çox xəyal qırıqlığına uğratdı bu hissə. Çünki model çəkilişlərində, baxın, mən sizə bu ideyanı verirəm, model çəkilişlərində geyimə, saça, makyaja, aksesuara çox önəm verilir. Dəhşət dərəcə önəm verilir və bunlar olmayanda istərsəməz rəydə yazılır ki, bu xanımda çatışmazlıq var. Yəni pis mənə demirəm. Sadəcə bu xanımın üzərində hər hansı bir geyim yox idi və yaxud da bu olsaydı bu qəşəng olardı, bu olsaydı belə olardı deyə həqiqətən istədiyim kimi olduğunu düşünmürəm. Burada da ağlayıram ki, ay Allah, yəni mən istəmədim də belə olsun. Çox təəssüf olsun. Burada da eynisinə, baxın, mən burada çox yorulmuşam həqiqətən. Deyirəm ki, mənim yanıma gələcəksən və arxaya doğru gedəcəksən. Burada bu sözü izah eləmək üçün nələr etdim. Baxın, orada da izah edirəm ki, mənə gəlirsən, məndən qabağa gedirsən. Dəfələrlə deyirəm, üzümə belə baxır, boş-boş baxır ki, mən anlamıram. Mən Azərbaycan dilində danışıram, izah edirəm, yox. O yoxdur. Bax, yenə axırda son anda öyrədə bildim ki, məndən gedəcək. Prosto mənim istədiyim kimi olmadı. Mən dedim ki, yavaş-yavaş qabağa get, sonra arxanı dönüb mənə bax. Onu belə etmədi. Ona görə mən həqiqətən orada artıq çezirdim. Saçı biraz əyri qalmışdı, küləkdən dolayı da bu. Amma saçına əl vuranda əlimə elə bir yağımsı bir şey gəldi ki, nəsə saçına nəsə vardı, bilməm, nəsə vurmuş muydu, ya nəsə. Yəni o an çox iyrəmişdim və əlimi direkt olaraq gedib yumaq istirdim də, yəni, amma təəssüf ki. Yəni belə bu çəkilişləri sən deyən çox bəyənmədim. Ona görə də hələ də montaj etməmişəm bu videoları. Çünki ürəyimcə deyil. Təsəvvür edin ki, mən model deyiləm, amma modellik kimi bir cilvəm var. Mən onlara bu pozları izah edə bilsəm də, onlar nəsə edə bilmirlər. Bilmirəm niyə. Bu qədər yalançılıq artıq yeto. Söhbətdən kənar, deyəsən o yuxarıdakılar kino çəkirdi. Ona görə də çox maraqlı deyə atdım sizin üçün də baxasınız. Və artıq biz şərəşlərimizi yığırıq, çıxırıq, gedirik. Allaha min şükür deyirəm ki, bu çəkilişimiz də bitdi. Qızlar, donmuşam da, yəni bildiyiniz. Hava o qədər soyuqdur ki, belə günəşli olmağına baxmayın. Dəhşət. Göz makyajım axmaq üzrədir. Ay, su olan yerdən gedirəm, inşallah su olmaram. İndi mən Arfa kofe shopuna geçməliyəm. Ama bilməm hardan gedəcəm. Yəni nəysə. Model adından gəlib model olmayanlarla qarşılaşdım. Dəli oluram. Videografsansa bu görüntü səndə olmalıdır. Mənə deyirlər ki, biz modelik, 2022-ci ildən modeli etmişik, videolar falan atırlar. Heç o deyil. Hələ bir dənə qadın var, sarışın idi, gəldi, əsmər çıxdı və heç o videolardakı insan değildi də. Mən şokdayım ki, cəmaət pul qazanmaq üçün necə bu qədər? Kuzey yönünde ilerleyin. Vaxtından edirlər də, yəni. Qəribə yoldayım ki, hər yer inşaatla doldu və mən həyatımda ilk dəfə ki, belə bu qədər yolu qət edirəm. Arfanın yoluna baxın da siz. Bu yolda tək gedən mən olduğuma görə cəmaət mən o qədər qəribə baxırdı ki, sanki mən zombiyəm, onlar insandım. Nəysə, mən Arfaya gəldim, çatdım. İşığımın, telefonumun, hətta mənim və kameranın zərtkası bitdiyinə görə dedim ki, onların da şarjına qoyum. Çünki digər çəkilişim axşam saatlarında olduğuna görə dedim ki, biraz enerji yığım, həm də ki, yemək falan yeməyi düşünürdüm.
Ona görə də biraz özümə mola verdim. Bu mola mənə həqiqətən yaxşı gəldi. Ümumiyyətlə Arfa kofeni mən çox bəyənirəm. Həqiqətən də çox gözəl konseptləri olur. Yeni ildə çox gözəl konsept etmişlər. Bu da sevgilər günü özəl idi. Həqiqətən də ona görə mən çox bəyənirəm və çox belə əziyyət çəkirlər də öz kofe shopunu daha yaxşısını etməsi üçün. Və onu deyim ki, oranın işçiləri də çox səmimi və çox yaxşı insanlardır. Həm bəyləri, həm də ki xanımları həqiqətən çox səmimidirlər, işini sevəndilər. Belə orada negativ bir üz falan görmərsən də, ancaq səmimi şəkildə olurlar. Nə qədər yorğun olsalar belə səmimi olurlar. Burada 14 fevral konseptinə uyğun belə bir not qoymuşdular. Yəni kağızda da yazılmışdı ki, zəhmət heç zaman boşa getmir. Həqiqətən də mən o günlərim çox zəhmət çəkmişdim. Çox gözəl çəkilişlər etməyə çalışmışdım. Ümid edirəm ki, o çəkdiyim çəkilişlər boşa getməz. Tam yerinə oturmuşdu da, yəni həmin o not. Coffee shopda çox musiqi olduğuna görə istədim ki, səsləndirmə edeyim. Həm də YouTube bunu spama salır. Ona görə də spama düşmək istəmədim. Şirniyyət xəstəsi olaraqdan deyirəm ki, bu kruasanı aldım. İçərisində Nutella var idi və bol Nutella var idi. Yəni ona görə də çox bəyəndim. Burada danışıram, amma olmaz. Çünki musiqi səslənir və musiqində mən icazə verə bilmirəm. Təəssüf ki, amma burada dediklərimi sizə deyirəm ki, yəni çox bəyəndim kruasanı. Normalda kruasan çox sevmirəm və kruasanlardakı çox su quru olur və yaxud da ki, içərisinə şokolatı çox bir balaca qoyurlar. Onu burada izah eləməyə çalışıram. Ona görə dadıb baxacağıq, görək buradakı necədir. Ona görə puan verəcəm. Burada isə sizə izah edirəm ki, əgər saqqız ağzınızda varsa, mütləq şəkildə bu cür çıxarın. Çünki əgər bax burada da göstərəm ki, bu şəkildə etsəniz, onda qarşı tərəfdəki insan sizdən iyrənə bilər və yaxud da ofisiant görsə, ofisiant da iyrənə bilər. Çalışın ki, biraz daha estetik şəkildə çıxartmağa çalışın. Ən xoşbəxti mənəm ki, həm telefonu, həm də kameranın ikisini bir arada cəsəyə qoya bilirəm. Burada kruasanı artıq dadmışam və sizə onunla bağlı danışmaq istəyirəm. Normalda mən kruasanı bir almondda yemişəm, bir də ləzizdə. Ləzizdə yediyim bəyənməmişdim, çox quru idi və içərisindəki məhsul çox az idi olduğuna görə. Yəni mənə görə qiymətin dəyərini verə bilmədi. Amma Almondda Volvo yağından etdiklərinə görə orada çox, amma çox bəyənmişdim və içərisinə nə yazılmışdısa, eynisinə çox qoymuşdu. Məsəl üçün reçeli var idisə, bol reçel qoymuşdular, Nutella idisə, bol Nutella qoymuşdular, amma bəziləri elə deyil. Məsəl üçün qoyurlar 6 manat, 7 manat, amma içərisindəki o məhsul çox az yerləşdirirlər. Baxın, bu artıq haramçılıqdır. Amma halallıqla işləyən insanların kruasanlarını çox bəyənmişdim. Burada yemək yediyim halda buram-buram bir qoxu gəldi. Mən dedim ki, bu hansı sayğısızdır ki, mən yediyim halda parfüm vurur. Çünki onda dad dəyişir axı. Sən demə, yaş salfetkanı çıxartdığımınla iyisi gəlmiş və əlimdə yaş salfetka olduğuna görə avtomatik o iynə alıramış və o iydən də ərkək qoxusu gəlir. Ona görə dedim ki, ay Allah, bu buram-buram hardan gəlir də? Çünki həqiqətən dadı çox dəyişdirmişdi və belə adamda tiksinmə kimi bir şey yaranmışdı, yəni. Üzümün parlamasına baxın. Çox qəşəng idi axı. Bayılıram da. Yəni hər yerdə, hər momentdə götürüb özümə baxıram. Burada biraz makyajımdan narazıyam, çünki gözüm yaşardığına görə göz makyajım biraz pozulmaq üzrədir və mənim ən sevdiyim Nurayım Resmaker'ım gəldi. Bir də sizə buranı göstərmək istəyirəm. Arfa kofenin VC-sində var idi, qadınlar VC-sində. Burada xanımları özəl çox gözəl düşünüblər. Biraz utandım, amma çox diqqətli insanlardır. Xoşuma gəldi. Birisi də burada mahnı var idi. Ona görə də oynamadan keçmək istəmədim. Sonra deyirlər ki, VC-də niyə şəkil çəkdirirsiniz? Bu qədər gözəl interyeri olan VC-də niyə şəkil video çəkməyək ki? Əllərimi yaxşı yuyandan sonra artıq gedə bilərəm çəkilişlərimə. Axşama hava çox soyuq olduğuna görə dedik ki, taksi vuraq. Əslində Ağkörpüyə gedirdik və təsəvvür edin ki, 2 dəqiqəlik yola 4 manat verdik. Çox şok oldum da o qiyməti verməyə, amma dəydi. Çünki donmadıq. Biz gəldik, Fəvərələr meydanına çatdıq. Burada görüntü çox gözəl idi. Mən çox bəyənmişdim. Resmaker olduğunu demədən göstər. Təbii ki də, yəni anı görən kimi çəkməliyik. Çəkməsək bizdən biz olmaz. Bura baxın, çox gözəl görünür. Hələ bu mənzərəyə baxın. Bu tərəfdən vapşı gözəl görünürdü və buradan çox qəşəng çəkilişlər alındı. Biz artıq başlamışıq çəkilişlərə. Bu mənim son çəkilişimdir. Günümün son çəkilişi idi. Həqiqətən çox üşüdük, amma üşüməyimizə o qədər dəydi ki, çünki axşam çəkilişində etdiyimiz çəkiliş daha gözəl olur, daha estetik görünür. Digər çəkilişlərimin yanında bu çəkiliş mənim üçün böyük bir motivasiya oldu. Çünki həqiqətən mənim istədiyim kimi pozlar verdi və xanım da çox gözəl idi. Türkan Şoraya oxşuyurdu. Daha da detaylı mən zaten Instagramda paylaşacağım, görəcəksiniz. Hər fasonda, hər pozda çəkiliş etdik. Həqiqətən də mən çox razı qaldım bu xanıma çəkiliş etməyimə. İnşallah əməkdaşlığımız sonsuz olacaq. Sizə Kaylıcanın bacısını göstərmək istəyirəm. Hazır yanımdadır və əlim ayağım əsir. Baxın. Ya bu da bax qəşəng. Gör nə gözəlsən. Oxşamıram. Oxşamır deyil, xahiş edirəm.
Racemaker'ım dedi ki, taksi gələnə kimi bəlkə mənim biraz videolarım falan çəkəsən. Mən dedim ki, niyə də olmaz, təbii ki də çəkeyim. Bəzən son çəkilişlərimizdə vaxtımız olanda özümüzə də vaxt ayırıb belə dəyərləndirə bilirik. Onu danışım ki, Nuray xanım mənim əməkdaşımdır. Mən fotoaparatla çəkiliş edərkən o da telefonla çəkilişlər edir və o qədər estetik və gözəl çəkilişlər edir ki, həqiqətən çox səbirlidir, işini sevəndir. Özü bu ana inanmaq istəməsə də həqiqətən də o tam da Kendall'ın bacısına oxşuyur. Yəni çox oxşuyur da, yəni belə oxşarlıq yoxdur. Qızlar, bu gün kombinim elə görünür ki, elə bil mənim 2 dənə uşağım var, gedirəm uşağımı dərsdən götürməyə. O kombinə oxşamır sizcə də? Nəysə, dünənki kombindən sonra bu kombin nəyə görə bilirsiniz? Çünki dünənəm dəhşət dərəcədə üşüdüm, çox soyuq idi, çox incə geymişdim. Bu səfər qalın geyindim, şərfimi taxdım, papaq kimi elədim. Əla. Gedirəm çəkişlərimə. Bu günlərimdə hal-hazırda saat 1-dir, 1-dən axşam saat 9-a kimi çəkişlərim var. Hamısını bir-bir göstərəcəm. Amma depolmam çox azdır, böyük ehtimal ki, hamısı yerləşməyəcək. Artıq yola düşmüşəm. Burada taksi şoförü o qədər çox danışırdı. Həqiqətən çox yoruldum. Naşlik taxmama baxmayaraq hələ də söhbət edirdi və çox bezmişdim. Belə şofördən həqiqətən çox xoşuma gəlmir. Ona görə də bir ulduz verirəm, xəbəriniz olsun. Dediyim kimi depolmam çox az olduğuna görə burada sadəcə 18 saniyəlik video çəkə bilmişəm. Burada çox şirin, çox soft bir xanımın çəkilişini eləyirəm. Biraz utancaq idi deyənə pozlar tam rahat verə bilmədi. Amma əminəm ki, ikinci versiyon çəkilişlərimizdə daha yaxşı bir kadrlar alacağıq. Təəssüf ki, depolmamda olduğuna görə video çəkə bilmədim. İndi tez-tez danışmağa çalışıram. Çəkilişim bitdi. İndi digər çəkilişə gedəcəm. Depolmam olmadığına görə bu anı götürməm. Amma kəşf bildirəcəm. Çünki məkandayım. Məkan çəkilişlər çox qəşəng olur. Və qalın geymişəm. Nə ağlamam bilmirəm. Çünki ölürəm sizdən. Bura Ağşəhərdə yerləşən Decaf Coffee Shop-udur. Mən sadəcə ondan bir çay istəmişdim. Amma mənə çay seti göndərib. Yenə də canlar sağ olsun. Aranızda Racemaker və yaxud da ki, modellər varsa, mütləq ki, hər hansı bir məkana gedirsiniz. Əməkdaşlarınız çox gücə olar ki, bir dəyişməmişsiniz çünki. Amma belə də çay və yaxud da ki, hər hansı bir şirniyyat falan sifariş verirsiniz, oturursunuz, rahat çəkişiniz edirsiniz, neçə saat istəyirsiniz. Təəssüf ki, qısa videolar çəkmək məcburiyyətindəyəm, çünki depolmam dolu. Çünki mən sizə dolu bir vlog çəkmişəm. İnşallah ki, paylaşacağım. Bu arada kombinim necədir qızlar? Təsəvvür edirsiniz ki, bu dəsti 15 manat almışam trend yoldan. Son deyirlər ki, VC-də video şəkil çəkməzlər. VC bu qədər gözəl olandan sonra mən niyə video çəkməyim, niyə şəkil çəkməyim? Və musiqi də yerləşdiriblər bura. Hayırdır qardaş? Və vlog burada sonlanır. İstədim ki, bir günüm necə keçir, onu sizə izah edeyim. Mənim günüm çox yorğun keçsə də, çox gözəl keçir. Çünki həqiqətən istədiyim kimi çəkişlər elədim. Modellər mənə təəssüf ki, məyus etdi. Amma sonuncu model həqiqətən çox qəşəng idi. O kadrları qız öz tərəfinə çəkib də mənə atacaq. Əlavə olaraq da qızın videolarını çəkdim. Ya çox gözəldir. Bura məkan da çox qəşəngdir. Axşam vaxtı körpü çox qəşəngmiş. Ona görə tövsiyə edirəm ki, bura gələsiniz. Nəysə, sağ olun. Görüşəndək digər vloglarda. Bay bay. Əgər bu vlogu bəyəndinizsə, aşağıda mənə yazın ki, bəyəndiniz ya yox. Hətta ard gəlsin mi gəlməsin, buna da bağlı mənə bir rəy yazın. Məni kanalıma abunə olmağı unutmayın. Bəyənin, rəy yazın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Öpürəm. Sağ olun.